Salam değerli dostlar, hoş gördük aziz dostlar. Seda İnternet Televiziyasının değerli izleyicileri, her birinizi salamlayıram değerli dostlar. Mən çox değerli bir insanın ocağındayam, çox değerli bir ocaqdayam, ünvandayam. Azərbaycan Respublikası Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədrinin çağırışındayam. Bir neçə gündür mənim çox hörmətli bir değerli dostum mənə zəng vurdu. Mənlə görüşmək istədiyini bildirdi bizim hörmətli Məmmədov Səyyaf qardaşımız. Dedi, mən çalışacağım ki, vaxt tapım gəlim. Bu bayram günündə mən iki işi birdən gördüm. Həm gəldim değerli qazimizin bayramını təbrik elədim, həm də gəldim onun problemlərini işıqlandırmağa, ictimailəşdirməyə və vaxtından, zamanından asılı olmayaraq nə qədər bizim hörmətli Məmmədov Səyyaf Gərəyoğlu'nun qaldırdığı məsələ problemini danışacaq özü. Həllini tapmayıb biz o problemdən danışacaq, yayımlar verəcək. İndi problemi bizim hörmətli qardaşımız danışsın. Sonra mən öz fikirlərimi bildirəcəm değerli dostlar. Xoş gördük sizi, xoş gəlmişik. Bizim əziz və hörmətli dostumuz, buyurun özünüzü təqdim edin. Nə sözünüz var deyə bilərsiniz. Buyurun. Mən Məmmədov Səyyaf Gərəyoğlu. Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Sabunçu filialının sədriyəm. Neçə illərdir. Ondan qabaq da 1994-də mən cəmiyyət sədriyəm. Bu rayonda mən can qoymuşam öz xidmətlərimlə və onun nəticəsindən biri olaraq o vaxt ki Sabunçu rayonun icra hakimiyyətinin başçısı Vaqif Abdullayevi mən məsələni qaldırdım. İndiki Şəhidlər Xiyabanı Bakıxanovdakı bilavasitə mənim təşəbbüsümlə indiki vəziyyətinə salınıbdır. Siz Vaqif mənimlə çox razılıq elədiniz. Onun fəaliyyəti ilə bağlı danışdınız az öncə. Vaqif Abdullayev doğrudan vətənpərvər, dövləti sevən, o vaxtı bizim prokurorumuz Zakir Qaralov idi, rəisimiz də Etibar Qazbəyov idi. Mən onlardan narazı deyiləm, onların vətənpərvərliyinə, xalqa, millətə, dövlətə xidmətindən. Mən bir kəlmə o söhbəti qaldıran kimi, məsələni qaldıran kimi Abdullayev Vaqif başda olmaqla 1997-ci ildə rəsmi açılışı olub oranın. Və o şüar da mənim şüarım. Mənim deyəndə elimizin şüarı olur. Torpaq uğrunda ölən varsa vətəndir. Varsa vətəndir. Bəli, mən görmüşəm onu. Və həmən indiki vəziyyətinə o dövrdə biz saldırmışıq. İndi də mən istəyirəm bu xidmətləri dövlətimə, millətimə, Aliba, Dəmir Yumruğun müəllifinə mən yerlərdə kömək olum, dayaq olum. Gənc şəhid ailələrin, qaziləri məni hamı tanıyır. Niyə dövlətçiliyimə mən xidmət eləməyim? Dövlətim mənim hər bir şeylə təmin eləyir. Əsa ilə təmin eləyir, protezlə təmin eləyir. Mən bunları nəzərə alıb, niyə mən ölməliyəm? Mənim axı bu xidmətlərim, mənim bu fərasətim, qabiliyyətim, biliyim. Mən hərbi məktəbi qutarmışam Tiflisdə. Beynəlxalq Universiteti qutarmışam, iqtisadiyyatın hüquqi tənzimlənməsi, ali təhsilli adamam. Cəmiyyətdə faydalı olmaq istəyirsiniz, ictimaiyyətdə olmaq istəyirsiniz. Ona görə mən cənab hörmətli Adil müəllim, mən sizə bir daha müraciət edirəm. Burada mən sizdən kənd istəmirəm, o bu istəmirəm. Sizdən bir otaq istəyirəm. Hörmətli Şamar müəllim, mən sizinlə görüşmüşəm 6 ay, 7 ay bundan qabaq. Nə oldu bu 6 ay, 7 aya qədər? Sizdən qəsəbə istəmirəm ha? Hektarla yer istəmirəm ha? Bir otaq istəyirəm ki, prezidentə dayaq olum. Bilirsiniz nədir? Mən sırav adam olmamışam. Bu rayonda, nəinki rayonda, aktiv olmuşam. İndi də aktivəm. Mən bunları deməkdə məqsədim odur ki, mən bir də deyirəm, ehtiyacım yoxdur. Amma nətər, mənim qaziyəm, mənim gözüm yoxdur. Ayağım yoxdur. Bu bayramlar olur. Bunlar hardadır? Mən sual verirəm. Ay Cənab Ali Başkomandan, gərək sizə prezident nəsə desin, gələsiniz. Elə hər şey prezident eləsin. Niyə siz bir dəfə 2012-ci ildən icra başçısınız, 14 ildir. Hələ bir dəfə maraqlanmamışsınız ki, bu adam hanı ölüb, qalıb, nədir? Bəlkə mən dəliyəm.
Vay vay vay. Tamamilə doğrudur. Nətər olur? Gedirsiniz bir artistin, bir falanın, bir bəşməkanın aylığını çəkib deyirsiniz ki, bu 30 min. Bir gəlin görün bu qazi, bir şəhid ailəsi nə ilə məşğuldur? Bu veteran nə ilə məşğuldur? Sizi prezident ora təyin eləyəndə tapşırır ki, yerlərdə xalqın içində olun. Ana budur bu? Niyə vermirsiniz bir ofisi? Burada məqsəd nədir? Mən bir də deyirəm, cənab Ali Başkan, heç kəs bizi, mənim kimi döyüşçüləri sizə qarşı qaldıra bilməz. Biz həmişə sizinlənik və sizdən xahişimiz, tələbimiz məni qəbul eləyin. Mən sizinlə görüşmək istəyirəm. Sizi dəmir yumruq, dəmir ayaqlı kişi onun əlini sıxmaq istəyir, təbrik eləmək istəyir.